Əgər qanın azdısa, bu əlamətlər səndə də var. Baş gizəllənməsi, göz qaralması, daim yorğunluq və halsızlıq, yuxudan doymamaq, yuxudan dura bilməmək, ani gələn üşütmə hissi və nəfəs darlığı. Bu saydığım əlamətlər qan azlığı zamanı, anemiya zamanı baş verən, yaranan əlamətlərdir. Bəs bu əlamətlərdən necə qurtula bilərik? Ekrandakı ürəyi qızardım. Bu əlamətlərdən qurtulmaq üçün sizə lazım olan mikroelementləri sayım. Sizə lazım olan mikroelementlər folturç su, B12, C vitamini və ən əsası dəmir qlukonat, yəni ferrumüşdür. Bu mikroelementləri özündə birləşdirən Seffer tabletka haqqında danışacağım. Çünki bu tabletkanı istifadə etdiyiniz zaman orqanizmdə sağlam qan hüceyrələrinin sayını artıraraq başda saydığım problemləri, əlamətləri aradan qaldırır, qan dəyərləri normallaşdırır. Ölkənin bütün apteklərində əl satandır. Olmasa əczaçılarımızdan xahiş edin, Seffer tabletkanı zakas verib gətirsinlər. Əgər bu saydığım əlamətlərin hər hansı biri sizdə varsa, vəziyyət daha da ağırlaşmamış, mütləq Seffer tabletkadan istifadə edərək bu problemlərdən qurtulun. Bu cür faydalı videoların davamı üçün məni takip edin ki, sağlamlığınızın qeydinə qalan əczacınız bal olanla hər zaman sağlam qalasınız.